İndi isə gəlin şiələrin ən önəmli dəlillərindən birinə, bəlkə də hədislər arasında ən önəmli hesab etdikləri dəlilə, Qadir-i Xum hadisəsinə nəzər salaq. Bu hadisənin onlar üçün nə qədər mühüm olduğunun ən aşkar sübutu budur ki, şiələr bugünü böyük bir bayram kimi qeyd edirlər. Onların nəzərində ən fəzilətli bayram məhz bugünün bayramıdır. Hətta kitablarında bugünü oruç tutmağın fəzilətinə dair xüsusi rəvayətlər də vardır. Qadir-i Xum hadisəsi bizə fərqli mətnlərdə, fərqli formalarda rəvayət olunub. Bunların bir hissəsi hadisənin səbəbləri haqqında geniş məlumat vermədən, sadəcə olaraq Əlinin bir fəziləti kimi nəql edilir. Bəziləri isə Peyğəmbərin o məşhur sözlərini deməzdən əvvəl, hadisələrin necə cərəyan etdiyini və Peyğəmbərin nə üçün məhz o anda o sözləri dediyini də bizə çatdırır. Bu hadisə şübhəsiz ki, Əli ibn Əbi Talibin böyük fəzilətinə dəlalət edir. Səhabə Əbu Tüfeyl deyir ki, Əli insanları Küfə məscidinin həyətində topladı. Sonra onlara dedi ki, sizi Allaha and verirəm ki, hər bir müsəlman kəs Allahın elçisini Qadir-i Xum günü nə deyərkən eşitdiyini söyləsin. Bu zaman 30 nəfər ayağa qalxdı. Əbu Nüeymizə rəvayəti belə tamamlayır. Çox insan ayağa qalxdı və şahidlik etdi ki, Peyğəmbər Əlinin əlini qaldırdıqda insanlara dedi, bilmirsinizmi ki, mən möminlərin özlərindən daha əvlayam, yəni daha çox haqq sahibiyəm. Dedilər ki, bəli ey Allahın elçisi. O zaman dedi, mən kimin mövlasıyamsa, bu da onun mövlasıdır. Allahım, onu sevəni sev, ona düşmən olana düşmən ol. Əbu Tüfeyl deyir ki, mən oradan ayrıldım və sanki içimdə bir şübhə var idi. Zeyd bin Ərqamla qarşılaşdım və ona hadisəni danışdım. O dedi, burada inkar ediləsi nə var ki? Mən özüm Allahın elçisini onun üçün bunu deyərkən eşitmişəm. Anlaşıldığı kimi bu sıradan bir fəzilət deyildi. Əks təqdirdə Əli illər sonra Küfə məscidində müsəlmanların qarşısında insanları and içdirərək bu fəziləti xüsusilə xatırlatmazdı. Büreydə deyir, Əli ilə birlikdə Yəməndə hərbi yürüşdə idim və ondan biraz cəfa, yəni sərtlik gördüm. Allahın elçisinin yanına qaydanda Əlini zikr edib onu pislədim. Bu zaman Allahın elçisinin üzünün rənginin dəyişdiyini gördüm və o qəzəblə dedi, ey Büreydə, mən möminlərə onların özlərindən daha əvla deyiləmmi? Dedim, bəli, ey Allahın elçisi. O zaman dedi, mən kimin mövlasıyamsa Əli də onun mövlasıdır. Sünnət əhli qeyd edir ki, bu hədisi doğru anlamaq üçün onun arxasında duran səbəbləri, yəni bu sözlərin deyilməsinə gətirib çıxaran hadisələri bilmək lazımdır. Hadisələrin başlanğıcı Peyğəmbərin Əlini Yəmənə göndərməsi ilə başlayır. Sahabə Əl-Barra bin Azib deyir ki, Peyğəmbər əvvəlcə Xalid bin Əl-Validi Yəmənə göndərmişdi, lakin o 9 ay ərzində Yəmənliləri İslama dəvət etsə də heç bir nəticə əldə edə bilməmişdi. Bundan sonra Peyğəmbər onun ardınca Əli ibn Əbi Talibi göndərdi. Əli Yəmənə çatan kimi fəcr namazından sonra insanları toplayıb onlara Peyğəmbərin məktubunu oxudu və Həmdan qəbiləsinin hamısı elə bir gündə İslamı qəbul etdi. Peyğəmbər bu xəbəri alanda o qədər sevindi ki, səcdiyə qapandı və 3 dəfə Həmdana salam olsun dedi. Lakin görünür ki, Əlinin Yəməndəki missiyası təkcə dəvətdən ibarət deyildi. Əl-Buxarinin rəvayətində Büreydə deyir, Peyğəmbər Əlini xumsu, yəni qənimətin 5də birini ayırmaq üçün Xalidin yanına göndərmişdi. Mən o vaxt Əliyə nifrət edirdim. Səbəb nə idi? İmam Əhmədin rəvayətində Büreydə özü etiraf edir ki, əsirlər ələ keçirmişdik. Əli xumsdan bir cariyəli özünə götürdü. Bu hərəkət Xalid bin Valid də daxil olmaqla bəzi sahabələrin xoşuna gəlməmişdi. Büreydə deyir ki, Mədinəyə qaydanda baş verənləri Peyğəmbərə danışdım. O, məsələni dinlədikdən sonra üzünün rəngi dəyişdi və qəzəblə dedi, mən kimin vəlisiyəmsə, Əli də onun vəlisidir. Bir başqa rəvayətdə isə Peyğəmbər Büreydəyə deyir, ona nifrət etmə. Əgər mənə qarşı sevgin varsa, onu daha çox sev. Çünki Allaha and olsun ki, Əlinin ailəsinin xumsdakı payı bir gənc qızdan daha çoxdur. Büreydə deyir ki, bu sözlərdən sonra insanlar arasında mənə Əlidən daha sevimli heç kim olmadı. Görünür ki, Əli ilə bəzi səhabələr arasındakı bu gərginlik təkcə cariyə məsələsi ilə bitmir. Səhabə Əbu Səid Əl-Xudri deyir, Allahın elçisi Əlini Yəmənə göndərdi və mən də onunla birlikdə idim. Zəkatdan toplanmış dəvələrə minib öz dəvələrimizi dincəltmək istədik.
Lakin Əli buna razı olmadı və dedi: "Digər müsəlmanların o dəvələrdə nə qədər haqqı varsa, sizin də o qədər haqqınız var." Əbu Səid deyir ki, Əli həccə çatmaq üçün tələsərək bizdən ayrıldı və yerinə başqa birini əmir təyin etdi. Biz də həmən əmirdən dəvələrə minməyi xahiş etdik və o icazə verdi. Əli geri qayıdıb dəvələrin minildiyini görəndə o qədər qəzəbləndi ki, təyin etdiyi əmiri danladı. Əbu Səid deyir ki, mən dedim ki, Mədinəyə çatan kimi Allahın elçisinə bu sərtlik və təzyiq barədə mütləq xəbər verəcəm. Və həqiqətən də Mədinəyə gələn kimi Peyğəmbərin yanına gedib şikayət etməyə başladım. Ey Allahın elçisi, Əlidən gördüyümüz bu sərtlik, bu pis yoldaşlıq nədir? Mən onun hərəkətlərini bir-bir saymağa davam edərkən Peyğəmbər birdən budğa vurdu və dedi: "Ey şəhid nəvəsi Sa'd, qardaşın Əli haqqında dediyin sözləri saxla. Allaha and olsun ki, mən onun Allah yolunda çox sərt olduğunu bilirəm." İmam Əhmədin rəvayətində isə Əbu Səid deyir ki, insanlar Əlidən o qədər şikayət etdilər ki, Peyğəmbər ayağa qalxıb xutbə verdi və dedi: "Ey insanlar, Əlidən şikayət eləməyin. Allaha hamd olsun ki, onun bu sərtliyi Allah üçündür." Bütün bu xəbərləri oxuduğumuzda Peyğəmbərin Qadir Xumxumda səhabələrinə Əlinin fəzilətini xatırlatmasının əsl səbəbini anlamış oluruq. Böyük alim Əl-Beyhəqi yazır ki, Əli Yəməndən qaydanda ondan şikayət edənlər və ona nifrətlərini bildirənlər çoxalmışdı. Məhz buna görə də Peyğəmbər onun özünə nə qədər yaxın olduğunu, onun nə qədər sevdiyini zikr etməklə insanları da onu sevməyə və ona düşmənçilik etməməyə təşviq etmək istədi. Və mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır dedi. İbn Kəsir də eyni nəticəyə gəlir və deyir ki, Peyğəmbər Qadirxumda xutbə verərək Əlinin adını təmizə çıxardı. Onun dəyərini qaldırdı və insanların qəlbində ona qarşı yaranmış o narazılığı aradan qaldırmaq istədi. Bu səbəbdən sünnət alimləri bu hədisdəki mövla və ya vəli sözlərini hakim və ya xəlifə kimi deyil, İslam dostluğu, İslam qardaşlığı, İslam sevgisi mənalarında başa düşüblər. İmam Şafii də özü də bu ayə haqqında bununla İslam vəlası, yəni dostluğu və himayəsi qəsd olunur demişdir. İndi isə gəlin İmami məzhəbinin Qadir Xum hadisəsini necə anladığına baxaq. Onların nəql etdiyi rəvayətlərdə hadisənin tamamilə başqa səbəbləri var və o tamamilə fərqli, dramatik bir məzmun içində cərəyan edir. Əl-Kuleyni öz isnadı ilə İmam Əl-Baqirdən belə rəvayət edir. Allah öz elçisinə Əlinin vilayətini əmr etdi və ona, sizin vəliyiniz yalnız Allah, onun elçisi və ayəsini nazil etdi. Lakin insanlar əmr sahiblərinin kim olduğunu bilmirdilər. Buna görə də Allah, Muhammədə namazı və zəkatı izah etdiyi kimi, vilayətin də nə olduğunu izah etməyi əmr etdi. Lakin bu əmr gəldikdə, Allahın elçisinin köksü daraldı. O, insanların öz dinindən çıxıb mürtəd olmalarından, onu yalanlamalarından qorxdu. Beləliklə o rahatsız oldu və Rəbbinə müraciət edərək bu məsələyə bir daha baxmasını istədi. Buna cavab olaraq Allah bu təhdid dolu vəhyi endirdi. Ey Peyğəmbər, Rəbbindən sənə nazil ediləni təbliğ et. Əgər bunu etməzsən, onun risalətini təbliğ etməmiş olarsan. Allah səni insanlardan qoruyacaqdır. Məhz bu təhdiddən sonra Peyğəmbər Allahın əmrini aşkara çıxardı və Qadir Xum günü Əlinin vilayətini bərqərar etdi. Bu rəvayətə görə vilayət nazil olan ən sonuncu fərz idi və məhz bu elan edildikdən sonra Allah bugün dininizi sizin üçün kamil etdim ayəsini endirdi. Yəni din ancaq və ancaq Əlinin vilayəti elan edildikdən sonra kamilləşdi. Bir başqa rəvayətdə isə güya Peyğəmbər özü deyir: Ümmətim cahillikdən yeni qurtulublar. Onlara əmim oğlu haqqında bunu xəbər versəm, danışanlar danışacaqlar. Bu səbəbdən o,
Allahdan qəti göstəriş və təhdid gələnə qədər bu əmri təxirə salmışdı. Şiə təfsirçisi Ət-Təbatabəyi də bu mənzərəni təsdiqləyərək yazır ki, Peyğəmbər bunu təbliğ etməkdə insanlardan qorxurdu və münasib bir vaxt gözləyirdi. Əgər onda bu qorxu və susqunluq olmasaydı, onun təhdid olunmasına ehtiyac olmazdı. Məhz buna görə də Qadir Xum hadisəsi Şiələr üçün ən əhəmiyyətli, ən müqəddəs hadisə sayılır. Və bundan daha önəmli başqa bir hadisə yoxdur. Bu əhəmiyyətin bir neçə bariz göstəricisi var. Bunlardan birincisi, dediyimiz kimi, Qadir gününün Şiələr üçün böyük bir bayram, hətta ən böyük bayram olmasıdır. Şeyx Əs-Saduq Peyğəmbərdən belə rəvayət edir. Qadir Xum günü ümmətimin ən əfzəl bayramıdır. Bu o gündür ki, Allah mənə qardaşım Əlini məndən sonra ümmətim üçün bir hidayət rəhbəri olaraq təyin etməyi əmr etdi. Bu o gündür ki, Allah dini kamil etdi və neymətini tamamladı. Bu günü oruç tutmağın fəziləti haqqında isə ağılsığmaz rəvayətlər mövcuddur. Bir rəvayətdə İmam Sadiq deyir ki, o günün orucu 60 ayın orucuna bərabərdir. Başqa bir rəvayətdə bu rəqəm 80 aya qalxır. Digərində, o gün edilən bir əməlin 60 ilin əməlindən daha fəzilətli olduğu deyilir. Və nəhayət, bir başqa rəvayətdə isə bu orucun savabının bütün dünyanın ömrü qədər olduğu iddia edilir. Şiə alimi Yusuf Əl-Bəhrani bu həddən artıq mübaliğəli xəbərlərin güya mütəvatir dərəcəsinə çatdığını söyləyir. Onlar hətta bu gün üçün hər rükətdə 11 dəfə İxlas, 10 dəfə Ayətül Kürsi və 10 dəfə Qədr surəsi oxunan xüsusi bir namaz da təsis ediblər. Çox qəribədir ki, bu cür yeni ibadətlər icad edən insanlar sünnətdə yeri olan təravih və ya duha namazlarını bidət hesab edirlər. Şiə qaynaqları hadisənin əhəmiyyətini daha da artırmaq üçün coğrafi mübaliğələrə də əl atırlar. Onlar iddia edirlər ki, Qadir Xum yolların ayrıldığı çox strateji bir nöqtə idi. Güya buradan Misir, Mədinə, İraq və Şam yolları ayrılırdı və Peyğəmbər hamının bir arada olduğu bu son fürsətdən istifadə edərək bu böyük elanı etmişdi. Lakin bu sadəcə olaraq bir təlbisdir, oxucuları aldatmaqdır. Hər şeydən əvvəl o dövrdə Misir, Şam və İraq hələ müsəlman torpaqları deyildi. İkincisi və daha əsası, İraqdan gələnlərin yolu heç Cuhfədən keçmirdi. Onların yolu Məkkənin şimal-şərqindən idi. İraqa qayıdan birinin Qırmızı dəniz sahilindəki Cuhfəyə getməsi tamamilə mənasız idi. İştirakçıların sayı ilə bağlı mübaliğələr isə daha da heyrətamizdir. Bəzi şiə müəllifləri o gün orada olanların sayının 100 mindən çox, hətta 120 min olduğunu yazırlar. Bəzilər isə bu rəqəmi 200 minə qədər qaldırır. Hətta biri yazır ki, səhabələrin Əliyə beyyəti 3 gün çəkdi. Çünki bu qədər çox insanın bir gündə beyyət etməsi mümkün deyildi. Onlar sayları artırırlar, çünki hadisənin əhəmiyyətini gücləndirməyə ehtiyac duyurlar. Lakin kiçik bir araşdırma bu sayların nə qədər qeyri-mümkün olduğunu göstərir. Biz bilirik ki, Hudeybiyə sülhü zamanı ağac altında beyyət edənlərin sayı cəmi 1400 ya da 1500 nəfər idi. Xəndək döyüşü zamanı da təxminən bu qədər idilər. Əhli sünnət qaynaqlarına görə Peyğəmbər vəfat edəndə bütün Mədinə və ətrafındakı müsəlmanların sayı maksimum 30 min nəfər idi. Bəs vəda həccindən qayıdanların sayı necə 120 min ya da 200 min ola bilərdi? Maraqlıdır ki, şiə kitablarının özlərində belə daha inandırıcı rəqəmlər var. Məsələn, Əl-Ayyaşinin təfsirində İmam Sadiqdən nəql olunur ki, Qadirdə 12 min nəfər iştirak edirdi. Başqa bir rəvayətdə isə İmam deyir ki, Əlinin 10 min şahidi var idi, amma yenə də haqqını ala bilmədi. Görünür, 120 min rəqəmi sonraki dövrlərin məhsuludur. İstifadə olunan daha bir üsul isə Qadir Xumun dayanmaq üçün tamamilə yararsız bir yer olduğu təəssüratını yaratmaqdır. Güya ora suyu və otlağı olmayan, günəşin qızmarında dayanmağın mümkün olmadığı bir səhra idi və Peyğəmbər
könüllü olaraq deyil, Allahdan gələn qəti və təhdid dolu bir əmrlə məcburiyyət qarşısında orada dayanmışdı. Çünki sadəcə müstəhəb bir iş üçün minlərlə insanı o istidə, o susuzluqda əziyyətə salmaq əlbəttə ki, halal olmazdı. Məqsəd budur, bu dayanışın arxasında fövqəladə, ilahi bir zərurətin olduğunu göstərmək. Lakin bütün bu dramatik təsvirləri yalanlayan sadə bir həqiqət var. Qadirxum onların iddia etdiklərinin tam əksinə bölgədə dayanmaq üçün ən əlverişli yerlərdən biri idi. Çünki orada bol su və yaşıllıq vardı. Klassik coğrafiyaşünaslar yazır ki, orada axan bir bulaq, ətrafında çoxlu ağac və hətta kiçik bir meşəlik vardı. Hədislərin özləri də bunu təsdiqləyir. Zeyd bin Ərqam deyir ki, Peyğəmbər Xum vadisində dayananda kölgəliklərin təmizlənməsini əmr etdi. Başqa bir rəvayətdə deyilir ki, Allahın elçisini günəşdən qorumaq üçün səmura ağacına paltar sərərək kölgə düzəltdilər. Bütün bunlar göstərir ki, Peyğəmbərin orada dayanması bir məcburiyyətdən deyil, əksinə dayanmaq üçün ən uyğun yer olduğu üçün baş verib. İndi isə gələk ən əsas məsələyə. Təəccüb doğuran tərəf budur ki, şiələrin Əlinin imamlığı üçün ən güclü və ən etibarlı hesab etdikləri bu dəlil əslində bunun tam əksini isbat edən ən güclü dəlillərdən biridir. Bəli, Qadirxum hadisəsi öz məzmunu və xüsusiyyətləri ilə isbat edir ki, Peyğəmbər orada özündən sonra heç kimi xəlifə təyin etməyib və heç kimdən beyət almayıb. Bunu bir neçə yöndən görmək mümkündür. Birincisi, bu iddia olunan hadisə niyə məhz Qadirxum vadisində baş verib? Şeyx Əl-Mufid izah edir ki, Allah bilirdi ki, əgər Qadirxumu keçsəydilər, xeyli sayda insan onlardan ayrılıb öz vətənlərinə dağılacaqdı. Ona görə də Əlinin təyin olunmasını hamıya eşitdirmək üçün onları məhz orada toplamaq istədi. Yaxşı, bu məntiqi qəbul edək. Əgər məqsəd maksimum sayda şahidin olması idisə, o zaman ortaya çox sadə bir sual çıxır. Nə üçün Peyğəmbərimiz bu qədər önəmli bir fərzi bir neçə gün əvvəl Məkkədə 100 mindən çox müsəlmanın bir arada olduğu vəda həccində elan etmədi? Axı iddia budur ki, vilayət dinin ən əzəmətli rüknudur. Şərif Əl-Murtəda deyir ki, imamı tanımamaq Allahı tanımamaqla eynidir. O zaman soruşmaq lazımdır. Nə üçün Allahın elçisi Məkkədə ikən 100 mindən çox müsəlmanı bu ən vacib fərzdən xəbərsiz buraxdı? Həcc bitdikdən sonra Yəmənlilər, Taiflilər, Nəcdlilər öz yollarına getdilər. Onların heç biri Qadirxumdakı o xütbəni eşitmədilər. Bəs onlar dinin bu ən əsas rüknü haqqında necə xəbər tutmalıydılar? Nə üçün Peyğəmbərimiz 10 minlərlə müsəlmanı dinin ən əhəmiyyətli fərzindən məhrum etdi? Əgər şiələrin dediyi kimi bu fərz Məkkədə nazil olmuşdusa, amma Peyğəmbər onu təbliğ etməkdən qorxub tərəddüd etmişdisə, bu Peyğəmbəri öz risalətini qüsurlu təbliğ etməkdə ittiham etmək deməkdir. Çünki dinimizdə qəbul edilmiş bir qayda var. Bəyanı ehtiyac vaxtından sonraya saxlamaq caiz deyildir. Və şübhəsiz ki, Məkkədə olan 100 min müsəlmanın ölümdən 2 ay əvvəl dinin ən son və ən vacib fərzini bilməyə ehtiyacı var idi. Ya bunu qəbul etməliyik, ya da Peyğəmbərə Məkkədə ikən belə bir fərzin nazil olmadığını. Buna görə də bəzi şiələr deyirlər ki, yox, Məkkədə hələ ehtiyac yox idi. Ehtiyac məhz 5 gün sonra Qadirxumda ortaya çıxdı. Çox təəccüblüdür. Görəsən o 5 gün ərzində nə baş verdi ki, ehtiyac birdən-birə yarandı? Qadirxumu Məkkədən ayıran o möcüzəvi xüsusiyyət nə idi? Şiələr deyirlər ki, məhz o yerdə Allahdan Peyğəmbərə təhdid gəldi. Biz də deyirik ki, elə ən tutarsız məqam da məhz budur. Əgər Şeyx Əl-Müfidin məntiqli izahı doğrudursa, yəni məqsəd şahidlərin çoxluğu idisə, o zaman Məkkə bunun üçün qat-qat daha münasib yer idi. Əgər Peyğəmbər Məkkədə o 100 min insanın qarşısında Əliyə beyət alsaydı, bəlkə də tarixin gedişi tam fərqli olardı. Amma bundan da önəmli bir məsələ var. 100 minlərlə müsəlman dinlərinin ən təməl prinsipi haqqında cahil olaraq öz diyarlarına qayıtdılar. Peyğəmbər onlarla vidalaşarkən, bu ildən sonra bəlkə də sizi görməyəcəyəm deyərək onlara həccin bütün təfsilatını öyrətdi. Bəs necə olur ki, dinin iddiaya görə ən əzəmətli fərzini onlara təbliğ etməkdən çəkinir və təbii ki,
10 minlərlə müsəlman Peyğəmbər vəfat etdikdən sonra heç bir tərəddüd etmədən Əbu Bəkrə beyyət etdilər. Əgər onlar Peyğəmbərin dilindən Əlinin xilafəti haqqında açıq bir əmr eşitsəydilər, buna razı olardılarmı? Əlbəttə ki, yox. İndi isə gələk bu hədisdəki digər önəmli bir nöqtəyə, təbliğin özü ilə bağlı məsələyə. Şiə rəvayətlərinə görə Allah Qadir-i Xumda Peyğəmbərini bu ayə ilə təhdid edir. Ey Peyğəmbər, Rəbbindən sənə nazil ediləni təbliğ et. Əgər bunu etməzsən, onun risalətini təbliğ etməmiş olarsan. Əgər bu ayədə təbliğ olunması tələb olunan məsələ Əlinin vilayətidirsə, buradan çox sadə bir məntiqi nəticə çıxır. Deməli, Peyğəmbər bu ana qədər Əlinin vilayətini heç vaxt təbliğ etməmişdi. Amma bu nəticə şiələrin özlərinin digər bütün iddialarını darmadağın edir. Axı onlar iddia edirlər ki, Peyğəmbər Əlinin vilayətini daha əvvəl dəfələrlə təbliğ etmişdi. Güya rükû halında zəkat verənlər ayəsi ilə, güya əmir sahiblərinə itayət edin ayəsi ilə, Məkkədəki dar hədisi ilə, Təbukdakı mənzilə hədisi ilə, bütün bunlar vasitəsilə Əlinin vilayəti onsuz da artıq təbliğ edilmişdi. Yaxşı, əgər təbliğ edilmişdisə, o zaman Allah onsuz da yerinə yetirilmiş bir əmr üçün Peyğəmbərini niyə bu qədər sərt şəkildə təhdid edir? Bu sanki mənim sizə bir əmanəti çatdırmağınızı tapşırmağın, siz onu çatdırdıqdan sonra isə sizi yenidən əmanəti çatdır deyə təhdid etməyəm kimidir. Belə bir mənasız və əbəs bir işi aləmlərin Rəbbinə yaraşdırmaq olarmı? Burada etiraf edilməlidir ki, iki yoldan biri seçilməlidir. Ya təbliğ ayəsindən əvvəl Peyğəmbər Əlinin vilayəti haqqında heç bir şeyi təbliğ etməmişdi. Bu halda o digər bütün ayə və hədislərdən çıxarılan imamət dəlilləri avtomatik olaraq batil olur, ya da o artıq bu məsələni təbliğ etmişdi. Bu halda isə təbliğ ayəsində qəsd olunanın Əlinin vilayəti olmadığını deməyə məcburuq. Hər iki halda şiə arqumenti çökür. Qədir hədisinin şiə versiyasının doğru olmadığını göstərən digər qəti bir dəlil isə dinin kamilləşməsi haqqındakı ayənin, yəni bugün sizin üçün dininizi kamil etdim ayəsinin Qədir Xumda deyil, ondan bir neçə gün əvvəl Vəda həccində Arafat dağında ikən nazil olmasıdır. Bu ən səhih hədis kitablarında, özümdən Buxari və Müslimdə Ömər ibn Xəttab, İbn Abbas və Əli ibn Əbi Talibin özü kimi ən böyük sahabələrdən nəql edilən, üzərində demək olar ki, icma olan bir həqiqətdir. Ömər deyir ki, bir yəhudi ona dedi ki, sizin kitabınızda bir ayə var ki, bizə nazil olsaydı o günü bayram edərdik. Ömər soruşdu, hansı ayədir? Yəhudi cavab verdi, bugün dininizi kamil etdim. Ömər dedi, Allaha and olsun ki, mən bu ayənin nə vaxt və harada nazil olduğunu dəqiq bilirəm. O, cümə günü Arafatda nazil oldu. Bəs bu ayənin Qədir Xumda nazil olması ilə bağlı sünnət kitablarında keçdiyi iddia edilən rəvayətlər, onların heç biri səhih deyil. Məsələn, Əbu Hüreyrədən nəql edinin və içində həm Qədir gününün orucunun 60 ayın savabına bərabər olduğu, həm də dinin kamilləşməsi ayəsinin o gün nazil olduğu deyilən bir rəvayət var. Bu rəvayətin uydurma olduğunu anlamaq üçün heç onun zəif sənədinə baxmağa ehtiyac belə yoxdur. İbn Kəsir deyir ki, bu çox münkər, hətta yalan bir hədisdir. Hər şeydən əvvəl dinin kamilləşməsi ayəsinin Arafatda nazil olduğu səhih kitablarda sabitdir. İkincisi, Ramazan ayının orucu 10 aya savabına bərabər olduğu halda, necə olur ki, bir günün orucu 60 aya bərabər olsun? Bu, batildir. Maraqlıdır ki, şiə kitablarının özlərində belə İmam Baqiridən bu ayənin Arafatda nazil olduğu rəvayət edilir. Bəzi müasir şiə alimləri, məsələn Ət-Tabatabai, bu açıq ziddiyyəti həll etmək üçün çox qəribə bir izah verir. O deyir ki, bəli, ayə Arafatda nazil olub, lakin Peyğəmbər vilayət əmrini təbliğ edəndə Qədir Xumda bu ayəni yenidən təkrar oxuyub. Bu izah problemi həll etmir, əksinə daha da dərinləşdirir. Çünki əgər Peyğəmbər Arafatda 100 min insanın qarşısında dinin artıq kamil olduğunu elan edibsə və bu zaman Əlinin vilayətindən heç bəhs etməyibsə, oradakı insanlar bundan yalnız bir məna çıxara bilərdilər. Din vilayət fərzi olmadan da kamildir. Və bu insanlar sonradan Qədirdə yeni bir fərzin elan edildiyini eşidəndə təbii ki, bunu qəbul etməyəcəklər və həqiqətdə də etmədilər. İndi isə gələk təbliğ ayəsinin özünə.
Hər şeydən əvvəl ayənin məzmunu bizə onu doğru anlamaqda kömək edir. Gəlin Maidə surəsində bu ayənin keçdiyi yerə, ondan əvvəlki və sonraki ayələrə baxaq. Ayələrin bütün axışı Yahudilər və Nəsranilər, yəni kitab əhli haqqındadır. Allah onların iddialarını rədd edir. Onları Tövrata və İncilə əməl etməyə çağırır. Və məhz bu kontekstin tam ortasında buyurur: Ey Peyğəmbər, Rəbbindən sənə nazil ediləni təbliğ et. Əgər bunu etməzsən, onun risalətini təbliğ etməmiş olarsan. Allah səni insanlardan qoruyacaqdır. Və dərhal sonraki ayədə yenidən kitab əhlinə xitab edərək deyir: De, ey kitab əhli, Tövrata, İncilə və Rəbbinizdən sizə nazil edilənə əməl etməyincə siz doğru bir yol üzərində olmazsınız. Göründüyü kimi ayənin bütün konteksti kitab əhli ilə mübarizədən bəhs edir. Allah sanki Peyğəmbərinə deyir ki, onların tənələrindən, təhdidlərindən qorxma. Sənə nazil olan bütün həqiqətləri onlara cəsarətlə təbliğ et. Quranda bu cür xitablar çoxdur. Məsələn, əgər sənə gələn elmdən sonra onların istəklərinə uysan, o zaman sən zalımlardan olarsan. Bu o demək deyil ki, Peyğəmbər həqiqətən də onlara uymaq istəyirdi. Bu sadəcə olaraq təbliğdə möhkəm və cəsarətli olmağın vacibliyini vurğulayan ilahi bir üslubdur. Bu ayənin Əli ibn Əbi Talib ilə heç bir əlaqəsi yoxdur. Ona görə də Əl-Əlləmə Əl-Hillinin güya ayənin Əli haqqında nazil olması üzərində ittifaqın olduğu iddiası sadəcə olaraq həqiqətə uyğun olmayan bir yalandır. Bu barədə nəql edilən yeganə rivayət sənədində Atiyyə Əl-Ovfitmi zəif və tədlis edən, yəni aldadıcı rivayətlər nəql edən bir ravi olduğu üçün səhih deyil. Hətta bəzi şiyələr bu ayənin də təhrif olunduğunu inanırlar. Əl-Qummi öz təfsirində yazır ki, ayənin əsli belə idi: Ey Peyğəmbər, Rəbbindən sənə Əli haqqında nazil olanı təbliğ et. Bütün bunlar bizə bir daha göstərir ki, onlar öz iddialarına Qurandan birbaşa dəlil tapa bilmədikdə ya ayələri öz mənasından çıxarırlar və ya ən sonda Quranın özünün təhrif olunduğunu iddia etməli olurlar. Əgər onların kitablarındakı xəbərlərə inanmalı olsaydıq, onsuz da Əlinin imamlığı hələ Merac hadisəsində ikən Peyğəmbərə vəhy olunmuşdu və o da bunu səhabilərinə təbliğ etmişdi. Bu isə Qadir Xumdakı ilk elan hekayəsini tamamilə mənasız edir.